Yenidən xoş gördük, əziz tamaşaçılar. Xəbərin olsun davam eləyir. Xatırlayırsınızsa, yanvarın 5-də cənab prezident İlham Əliyev yerli televiziya kanallarına yeni ilin ilk müsahibəsini verdi və müsahibədə çox önəmli məsələlərə toxundu və vacib mesajlar ötürdü. Beynəlxalq müstəvidə də Amerika-Azərbaycan münasibətlərindən danışdı. Mən istəyirəm ki, öncə prezidentin nitqindən qısa bir hissəni izləyək. Daha sonra hörmətli millət vəkilimiz Elçin Mirzəbəyli ilə geniş müzakirəmiz olacaq. Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sir deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulut kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı. Və Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdik. Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti Amerikada erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq o mövcud olan məhdudiyyətlər, xüsusilə Azərbaycan-Ermənistan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla geniş miqyaslı münasibətlər qursun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var. Birinci, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması. İkincisi, Amerikada prezident Trump administrasiyasının hakimiyyətdə olması və bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqları nədir çox yaxşı bilən üzvlərdən ibarətdir, prezident başda olmaq şərti ilə. Və təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə Amerika Birləşmiş Ştatları üçün də əməkdaşlıq önəmlidir, bizim üçün də. Ona görə bu nöqteyə nəzərdən keçən ildə dönüş ili sayıla bilər. Ağ Evdə prezident Trump mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə deməli son qoydu. Bunu aradan qaldırdı. Halbuki hələ ki, Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma prezident tərəfindən atılan bu addım xüsusilə mənim iştirakımla rəmzi məna daşıyır. Bəli, əziz tamaşaçılar, qeyd elədiyim kimi prezidentin müsahibəsinin bu hissəsini Amerika-Azərbaycan münasibətlərini təhlil edəcəyik. Studiyamızın dəyərli qonağı, hörmətli millət vəkilimiz Elçin Mirzəbəylidir. Elçin müəllim, xoş gəlmişsiniz. Sabahınız xeyir, xoş gördük. Bəli, qeyd elədiyim kimi çox önəmli müsahibə idi. Prezidentin yanvarın 5-də yerli media müsahibəsi, böyük anonslar oldu, mesajlar oldu. Beynəlxalq münasibətlərdə də Amerika və Azərbaycan münasibətlərindən danışdı və bir daha da mən xatırlatdım üçün deyim ki, 8 deməli avqust 2025-ci il tarixdə Azərbaycanın dövlət başçısı deməli Amerikaya səfər elədi. Orada dünyanın bir nömrəli siyasi ofisində Donald Trumpla görüşdü. ABŞ-Azərbaycan strateji deməli tərəfdaşlıq xartiyasının hazırlanması üçün Amerika Birləşmiş Ştatları və Azərbaycan strateji işçi qrupunun yaradılmasına dair memorandum imzalandı. İstəyərdim ki, söhbətimizə bax bu memorandumdan, bu sənəddən danışasınız, əhəmiyyətindən danışasınız. Əlbəttə, bu Azərbaycanla Birləşmiş Ştatlar arasında imzalanan ən önəmli sənədlərdən biridir. Amma nəzərə almaq lazımdır ki, xartiyanın bütövlükdə hazırlanması üçün işçi qrupu yaradılıb və bu işçi qrupunun hazırlayacağı sənədlərdə iki ölkə arasındakı münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün çoxlu sayda
istiqamətlər müəyyənləşəcək və şübhəsiz ki, bu istiqamətlərin müəyyən bir hissəsi artıq aydındır. Yəni iki ölkə arasında enerji təhlükəsizliyi sahəsində, hərbi sahədə, müdafiə sənayesi sahəsində, logistik sahədə və digər istiqamətlərdə əlaqələrin daha da genişləndirilməsi perspektivi var. Cənab Prezidentin də qeyd etdiyi kimi 2025-ci il Azərbaycan Birləşmiş Ştatlar münasibətlərində tarixi bir il kimi qəbul oluna bilər, tanına bilər. Çünki faktiki olaraq həm dövlətimizin başçısının Ağ Evdə qəbul edilməsi və ona dünyanın hegemon gücünün lideri tərəfindən göstərilən yüksək münasibət əslində həm Cənab Prezidentin şəxsi liderlik keyfiyyətlərini, həm də Azərbaycanın regiondakı önəminə verilən dəyər kimi qiymətləndirilməlidir. Bu prosesin içərisində imzalanan bəyanatlar, o cümlədən Azərbaycanla Ermənistan arasında sülh sazişinin müddəalarının paraflanması, üç tərəfli bəyanatın imzalanması, sözü gedən xartiya ilə bağlı istiqamətində işçi qrupunun formalaşdırılması əslində iki ölkə arasında Azərbaycanın müstəqillik əldə etdiyi zaman kəsiyindən etibarən ən önəmli bir tarixi faktor kimi qiymətləndirilməlidir. Bu xüsusda da dövlət başçısının da qeyd etdiyi kimi 907-ci düzəlişlə bağlı cənab Donald Trumpın bilavasitə ictimaiyyət qarşısında bir sənəd imzalaması da əslində həm Amerika ictimaiyyətinə, həm beynəlxalq aləmə, eyni zamanda Amerika Birləşmiş Ştatlarının konqresinə verilən mesaj kimi qiymətləndirilə bilər. Bu eyni zamanda, yəni Azərbaycan bilirik ki, 90-cı ilin əvvəllərində bu Ermənistan lobbisinin təsiri ilə 907-ci düzəliş dondurulmuşdu. Sonra müəyyən dövr ərzində bu hansı ki, Azərbaycanın terrorizmlə mübarizə çərçivəsində Amerikanın George Bush dövründə, səhv eləmirəmsə, Obama George Bush idarəçilik dövründə bir qədər açıldı və yenidən dondurulmuşdu. Amma bununla da yenidən 907-ci düzəlişin aradan qaldırılması, bax, istəyirəm ki, bu məsələnin də bir balaca detallarına toxunasınız. Əslində 907-ci düzəliş Azərbaycana qarşı qəbul edilən kifayət qədər ədalətsiz bir düzəliş idi və bütövlükdə azadlığı müdafiə aktının mahiyyəti SSR-in süqutu nəticəsində müstəqilliyini əldə etmiş dövlətlərə Amerika Birləşmiş Ştatları tərəfindən yardımı nəzərdə tuturdu. Amma bu eyni zamanda dünyanın hegemon gücünün bütövlükdə qərb dünyasına verilən mesajıdır. Yəni Amerika Birləşmiş Ştatlarında qəbul olunan qərarlar bütövlükdə qərb üçün də müəyyən bir yol xəritəsi sayılır. Bu eyni zamanda digər dövlətlər ilə də postsovet məkanındakı ölkələr arasındakı münasibətlərin inkişafına təsir göstərir. Baxmayaraq ki, Azərbaycan həmin dövrdə işğala məruz qalırdı və Azərbaycana münasibətdə bir işğalçı damğasının vurulması istiqamətində bir yanaşma sərgilənmişdi və bu prosesin içərisində də Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin ən kəskin dövründə prezident olan Bidenin də xüsusi xidmətləri var idi. Joe Biden həm 907-ci düzəlişi hazırlayan şəxslərdən biridir, həm də onun qəbul edilməsində fəal şəkildə, aktiv şəkildə iştirak etmişdi və faktiki olaraq adı çəkilən şəxs erməni lobbisinin təmsilçisi kimi çıxış edirdi. Bəlli olduğu kimi erməni diaspora uzun illər ki, Birləşmiş Ştatlarda yaşayır. Onlar həyatın, siyasi həyatın ən müxtəlif istiqamətlərində yerləşiblər və uzun illər boyu həm qondarma soyqırımı faktoru, həm də daha sonraki dövrlərdə Azərbaycan ərazilərinin işğalı faktoru onların əlində bir siyasi alver predmetinə çevrilib. Bu çox sayılı fondlar yaradılıb, çox sayılı təsisatlar formalaşdırılıb ki, bu təsisatların içərisindən təəssüflər olsun ki, korrupsiyaya bulaşmış və eyni zamanda öz siyasi karyerasında erməni lobbisinin dəstəyini axtaran insanlarda sui-istifadə edirlər, prosesin içərisində yer alırlar və təbii ki, bu mənzərənin ümumi şəkildə tanış olması üçün mən bu detalları prinsip etibarilə vurğuladım və təbii ki, həmin insanlar heç bir halda Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafını arzulamırdılar. Eyni zamanda heç bir halda Cənubi Qafqazda sülhün bərqərar olmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəmirdilər və bütün məsələnin mahiyyətində dayanan aspekt Birləşmiş Ştatların maraqları deyil.
deyildi. Və korporativ maraqlar idi, ayrı-ayrı siyasətçilərin erməni lobbisi qarşısında götürdüyü öhdəliklər idi və əslində bugün cənab prezidentin də qeyd etdiyi kimi Donald Trumpın yanaşması Azərbaycana, bölgəyə əslində Birləşmiş Ştatların praqmatik maraqlarını ifadə edən bir faktor kimi də qiymətləndirilə bilər. Nəticə etibarilə Azərbaycan prezidentinin 8 avqust 2025-ci il tarixində ABŞ-ya səfəri, bax, o həmin o lobbinin, hansı ki, çirkli vasitələrdən istifadə edirlər Azərbaycan təzyiq üçün darmadağın etmiş. Tamamilə doğrudur. Əslində Azərbaycanın bu çox böyük uğuru kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, burada Donald Trumpın da mövqeyi çox önəmlidir. Elə birinci prezidentliyi dövründə o lobbilərin Amerika Birləşmiş Ştatların maraqlarına ciddi zərbə vurduğunu xüsusi şəkildə vurğuluyurdu. Onu da qeyd edeyim ki, Donald Trump bu mövzuda açıq şəkildə danışan ilk Amerika Birləşmiş Ştatları prezidentidir və təbii ki, bu yanaşma tamamilə obyektiv bir yanaşmadır və reallıqları əks etdirir. Çünki həm qondarma soyqırımı faktoru ilə bağlı irəli sürülən iddialar, həm də vaxtilə Azərbaycan ərazilərinin işğalı prosesindən istifadə edərək öz korporativ maraqlarını güdən insanlar Birləşmiş Ştatların maraqlarına da çox ciddi zərbə vururdular və təbii ki, Birləşmiş Ştatların Cənubi Qafqazda, Mərkəzi Asiya proseslərdəki iştirakını müəyyən qədər əngəlləyirdilər. Elçin müəllim, Vaşinqton sammitinin ən mühüm deməli nəticələrindən biri də Azərbaycanın əsas hissəsinin Naxçıvana birləşdirən yol, hansı ki, ona trip marşrutu adlandırırıq. Strateji tərəfdaşlıq üzrə deməli xartiyanın yekun mərhələdədir. Mən istəyərdim ki, bax, bu xartiyanın imzalanması gözlənilir. Bir qədər də trip yolunun, hansı ki, bizim üçün tarix Zəngəzur biz deməli koridoru, dəhlizi deyirik. Bax, bunun əhəmiyyətinə də toxunmağımızı əslində adının necə olmasından asılı olmayaraq ən önəmli olan məsələnin məzmunu və mahiyyətidir. Azərbaycan üçün əsas məsələ, yəni ilkin olaraq hədəf onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas ərazisi arasında maneəsiz əlaqənin qurulması idi. Bu bizim üçün fundamental əhəmiyyət kəsb edir ki, Naxçıvan uzun illər boyu blokada şəraitində yaşayır və eksklavın Azərbaycanın digər bölgələri ilə, o cümlədən də cənab prezidentin də qeyd etdiyimiz Şərqi Zəngəzurla, Qarabağla iç-içə olması indiki halda tək iqtisadi baxımdan deyil, eyni zamanda siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edən faktor kimi dəyərləndirilə bilər. Təbii ki, bu yol sadəcə olaraq Azərbaycanla Naxçıvanı birləşdirən bir yol deyil. Paralel olaraq bu eyni zamanda orta dəhlizin önəmli bir segmentidir. Bu həm Azərbaycanın tranzit gücünü gücləndirəcək və bir logistik hub kimi mövqelərini daha da gücləndiriləcək bir layihədir. Baxımdan təbii ki, uzun müddət müzakirələrin aparılması və s. bu istiqamətdə sərgilənən davranışlar Amerika Birləşmiş Ştatlarının yenə də praqmatik marağı nəticəsində, yanaşması nəticəsində Trump yolu, sülh və rifah yolu adlandırılaraq faktiki olaraq gerçəkləşməsi istiqamətində addımlar atdı və 2026-cı ildə layihənin həyata keçirilməsi istiqamətində Ermənistan tərəfindən praktik addımların, yəni tikinti inşa işlərinin həyata keçiriləcəyi gözlənilir. Bu, Birləşmiş Ştatların da strateji hədəflərində olan bir məsələ kimi qiymətləndirilməlidir. Baxımdan təbii əldə olunan nəticə Vaşinqtonda bölgədə uzun illərdən bəri kommunikasiyalarla bağlı yaranmış problemlərə faktiki olaraq son qoyması üçün çox mühüm bir adım oldu. Bu layihə təkcə Azərbaycan üçün deyil, eyni zamanda Birləşmiş Ştatların baxış bucağı üçün önəmli deyil, regionun bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən bir faktor kimi qiymətləndirilməlidir. Azərbaycanın həyata keçirdiyi bölgədə, o cümlədən də Şərqi Zəngəzurda, Qarabağdakı layihələr də mahiyyət etibarilə Zəngəzur dəhlizinin gələcəkdə bütövlükdə həm orta dəhlizin, həm də şimal-cənub dəhlizin bir segmenti kimi fəaliyyət göstərməsinə zəmin yaradacaq ki, bu da bölgənin iqtisadi inkişafı üçün vacib faktor deməkdir. Elçin müəllim, Azərbaycan-Amerika əməkdaşlığı regional təhlükəsizliyə hansı töhfələr verir? Bax, bu da məncə əsas suallardan biridir. Şübhəsiz, yəni Azərbaycanla Birləşmiş Ştatlar arasındakı ən önəmli məqamlardan biri iki ölkə arasında hərbi sahədə və müdafiə sahədə nəzərdə tutulan əməkdaşlıq və bu istiqamətdə addımların atılmasıdır. Bu çox mühüm faktordur. Amerika dünyanın ən böyük gücüdür.
güclüdür, ən böyük müasir texnologiyaya malik olan silah ixracatçısıdır və bu istiqamətdə ölkəmizlə münasibətlərin inkişafı, əlaqələrin genişləndirilməsi də eyni zamanda Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində də cənab prezidentin həyata keçirdiyi siyasətə faktiki olaraq bir dəstək kimi də qiymətləndirilə bilər. Prosesin içərisində yer alan faktor kimi dəyərləndirilə bilər. O cümlədən qənaətimə görə təhlükəsizlik məsələləri Birləşmiş Ştatların həmişə hədəflərində olub. Cənubi Qafqaz həssas regiondur, amma böyük bir coğrafiyanı əhatə etməsə də indiki şəraitdə Mərkəzi Asiyanın ən böyük resurslarının Avropa bazarına çıxarılmasına deməli əsas funksiyanı yerinə yetirilən bir yoldur, bir körpüdür, bir bağdır və bu təhlükəsizlik yolu, təhlükəsizlik körpüsü olmadan əslində mahiyyət etibarilə bu daha qısa vasitələrlə, daha rentabelli vasitələrlə iki qitə arasındakı əlaqələrin qurulması faktiki olaraq kifayət qədər çətindir və diqqət yetirsəniz və cənab prezident də öz çıxışında bu məqamlara xüsusi şəkildə toxundu. Yəni Azərbaycanın, Cənubi Qafqazın əslində bir körpü funksiyasında yerinə yetirilməsini faktoruna baxımdan trip yolunun inkişafı nəticə etibarilə Azərbaycanın da həyata keçirdiyi səylər nəticəsində bölgədə həm təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə zəmin yaradacaq, həm də eyni zamanda iqtisadi inkişafa töhfə verəcək. Burada iki segmenti iç-içə olduğunu görə bilirik. Bəli. Bir də ki, ABŞ-Azərbaycan deməli münasibətləri Rusiya, İran və Türkiyə amilləri fonunda deməli necə formalaşır? Bu da məncə region ölkələrinə baxsaq və onların Amerikaya münasibətlərinə baxsaq. Yəni bir qısqanclıq məsələləri burada hansısa varmı bunun? Azərbaycanla Amerika Birləşmiş Ştatlarının arasındakı olan münasibətlər heç bir üçüncü dövlətə qarşı yönəlməyib. Bizim xarici siyasətimizin fəlsəfəsini təşkil edir. Birinci növbədə bizim üçün vacib olan məqamlar ölkəmizin milli maraqlarıdır, təhlükəsizliyin təmin olunmasıdır və ölkəmiz də bu istiqamətdə tamamilə praqmatik bir siyasət yürüdür. Bəlli olduğu kimi ölkəmizlə Çin arasındadır ki, münasibətlər kifayət qədər yüksək səviyyədədir və cənab prezidentin səfəri çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb, iki ölkə arasındakı müqavilələrin sayı artır. Çin şirkətləri Azərbaycana xüsusilə də yaşıl enerji sektorunun investisiyaları yatırırlar. Təbii ki, viza rejimi ləğv olunub, iki ölkə arasındakı əlaqələr sürətlə inkişaf etməkdir və təbii ki, dünyanın ən böyük güclərindən biridir. İqtisadi inkişaf ən yüksək mərhələsində yaşayan bir ölkədir ki, və bu ölkə ilə ən mühüm istiqamətlərdə, o cümlədən də müasir texnologiyalar baxımından əməkdaşlıq etməyə Azərbaycanın maraqları çərçivəsindədir və bu münasibətlərdə yenə başqa dövlətlərə qarşı yönəlməyib. Region dövlətlərinə gəldikdə isə Azərbaycan region dövlətlərinə verdiyi mesajlarda bütövlükdə bölgənin sülh və təhlükəsizliyi üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə fərqli yanaşmalar, Cənubi Qafqaza hansısa zaman kəsiyində öz maraqları çərçivəsindən yanaşan ölkələrin də müəyyən zaman kəsiyindən sonra bölgəyə münasibətdə yanaşmalarının dəyişəcəyini gözləyirəm. Yəni, prinsipi etibarilə Azərbaycan öz tərəfindən bölgədə əməkdaşlığın iki tərəfli qaydada, çox tərəfli qaydada genişləndirilməsi üçün bütün addımları atır və bu gün həyata keçirilən siyasət İlham Əliyevin liderliyi nəticəsində Cənubi Qafqazın bölgənin ən təhlükəsiz bir regionuna çevrilməsinə zəmin yaradır. Prosesin içərisində yer almaq istəyən dövlətlər də bundan yalnız fayda götürəcəklər. Yəni Azərbaycan nəticə etibarilə əslində Amerika ilə hansı ki münasibətləri o qədər də isti olmayan Rusiya olsun, Türkiyə olsun, İranla diplomatik bir körpü rolunda oynamış olur. Türkiyə bizim hərbi müttəfiqimizdir, siyasi müttəfiqimizdir. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa müqaviləsi bütün istiqamətlərdə əlaqələrin inkişafı üçün imkan yaradır və eyni zamanda dövlətimizin başçısı yenə də Azərbaycan yerli telekanallara müsahibəsində Türk dövlətlərinin iki tərəfli qaydada hərbi əməkdaşlığının və hərbi yardımının vacibliyini xüsusi şəkildə vurğuladı. Düşünürəm ki, məhz bu istiqamətdə atılacaq addımlar
da bölgənin gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək. Çox təşəkkür edirəm Mən Elçin təşəkkür müəllim.